Cinema Radio, Cinema Radio, Cinema Radio. Əziz dinləyicilər, Dost Sinema rubrikasını dinləyirsiniz və İstanbulda bu günlərdə keçirilən Azərbaycan kinosu günləri barədə az öncə məlumat vermişdik. İndi isə mövzunu Dost Sinema rubrikasında davam etdiririk. Qonağımız isə Dövlət Film Fondunun Kino Arxiv Şöbəsinin müdiri, kino günlərində Azərbaycan nümayəndə heyətinin üzvü olmuş Rəşad Qasımovdur. Rəşad müəllim, xoş gəldiniz. Təşəkkür edirəm, çox sağ olun. Rəşad müəllim, gəlin öncə kino günlərinin formatından başlayaq. İlk öncə onu qeyd edeyim ki, bu tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilmişdir və tədbirdə ümumilikdə 3 Azərbaycan filmi təmsil olunurdu. Bunlar Mirbala Səlimlinin Qırmızı Bağ, Elxan Cəfərovun Cənnət Yuxusu və Emin Əfəndiyevin Tənha İnsanın Monoloqu. Və bu 3 film janr etibarilə bir-birindən fərqli və mövzu etibarilə isə ümumilikdə kinematografiyanın lazım olan, kinematografiyanın müxtəlif sahələrini əhatə edirdi, belə desək. Yəni biri tam metrajlı bədii film idi, digəri tam metrajlı bədii sənədli film idi və bir dənə də qısa metrajlı bədii film idi. Və tədbirin təşkilatçıları nümayiş məkanı olaraq olduqca doğru məkanları seçmişdilər. Təsəvvür eləyin ki, yəni İstanbul Universiteti Türkiyənin ən prestijli bir neçə universitetindən biridir. Emin Əfəndiyevin Tənha İnsanın Monoloqu filmi türklər zorunlu dərs deyirlər. Yəni bax, İstanbul Universitetində bir zorunlu dərs kimi göstərildi. Bu nə deməkdir? Kinematografiya ixtisası üzrə təhsil alan tələbələr üçün bir auditoriya hazırlandı böyük və həmin auditoriyada dərs vəsaiti kimi həmin film göstərildi. Bu olduqca xoş qarşılandı. Təbii ki, həm bizim nümayəndə heyəti tərəfindən, həm filmin rejissoru tərəfindən, həm ümumi təşkilatçılar və tələbələr tərəfindən və həmin dərsdə həmin fakültənin dekanı, dekan müavini, dərs müəllimi hamısı birgə iştirak elədilər. Həmin film nümayiş olundu, müzakirələr aparıldı və tələbələr çox sevindi ki, filmi çox bəyəndilər. Çünki Tənha İnsanın Monoloqu kinematografik dillə desək sənət filmi idi və o əslində tələbələrin müzakirəsinə veriləcək ən doğru seçim idi və bu film Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə istehsal olunub. Çox xoş təəssüratla qarşıladılar və onları maraqlandıran sualları təbii ki, rejissora verdilər və o da cavablandırdı. Digəri isə Bağçaşehir Universitetində Cənnət Yuxusu filmi göstərildi Elxan Cəfərovun. O Cənnət Yuxusu filmi Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilibdir və bildiyiniz kimi Cənab Prezident İlham Əliyev Mirzə Qədim İrəvaninin 200 illik yubileyinin qeyd olunmağı haqqında sərəncam imzalayıb və bu film də həmin sərəncama uyğun olaraq Mədəniyyət Nazirliyi tərəfindən istehsal olunub. Filmin adı Cənnət Yuxusudur, bədii sənədli avtobioqrafik filmdir. Bağçaşehir Universitetinin 500 nəfərlik auditoriyasında nümayiş olundu. Bu film də çox maraqla qarşılandı. Filmdən əvvəl bizim orada Mədəniyyət Mərkəzinin direktoru Samir müəllim çıxış elədi, Elxan müəllim çıxış elədi və ümumiyyətlə kinematografiya mənim düşüncəmcə təbliğat baxımından mədəniyyətin digər sahələrindən bir addım öndədir. Nə üçün? Çünki biz hər hansısa bir filmi göstəririksə, bu təkcə kinematografiya sahəsinin təmsil olunmağı deyil. İndi siz təsəvvür eləyin, bu film Mirzə Qədim İrəvani haqqındadır. Mirzə Qədim İrəvani dəzgah rəssamlığının əsasını qoyan Azərbaycanlıdır. O Azərbaycanın qədim İrəvan şəhərində yaşayıb. Cənab Prezident bunun deməli İrəvaninin 200 illik yubileyinin qeyd olunmağı ilə bağlı sərəncam verilib. Bunların hamısı bu filmdə əhatə olunub və yaxşı film olmaq, kinematografik baxımından üstün film olmaqdan əlavə bu film həm də Azərbaycan mədəniyyətini, Azərbaycan tarixini həmin tələbələrə ötürülməyində çox vacib idi. Və
Mirzə Qədim İrəvaninin əsərlərinin nümayişi və Bağçaşəhər Universitetində digər fakültələr də var. Tutaq ki, orada rəssamlıq da var, digər fakültələr də var, tarix fakültəsi də var, kinematografiya ixtisası üzrə təhsil fakültələri də var və həmin o tələbələrin hamısının birgə bu filmi izləməyi Azərbaycan tarixinə bir səyahət idi. Təkcə bir film nümayişi deyil idi. Onun üçün həmin nümayişi də çox uğurlu hesab eləmək olar və üçüncü nümayişimiz oldu Atlas kinoteatrında. O Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə tabe kinoteatrdır və orada Mirbala Səlimlinin Qırmızı Bağ filmi nümayiş olundu və onu da qeyd edeyim ki, bizim nümayəndə heyətinin tərkibində hər üç filmin təmsilçisi var idi. Qırmızı Bağ filmində isə baş rol ifaçısı Gülzar xanım oradaydı, Gülzar Qurbanova. Bayaq auditoriyaları qeyd elədim. Çox maraqlısı odur ki, burada da doğru auditoriya seçilmişdi. Çünki bildiyiniz kimi Qırmızı Bağ filmində valideyn, uşaq, ana, uşaq münasibətlərindən söhbət gedir və orada yetkinlik yaşında olan şagirdlərdən tutmuş Türkiyə kinematoqrafının tanınmış simalarına qədər hər kəs iştirak edirdi və ən əsas bizim tədbirlərdə Türkiyənin Kino Baş İdarəsinin direktoru Birol bəy iştirak edirdi və o da tədbirlərdən əvvəl çıxış edirdi. Həmçinin Mədəniyyət Mərkəzinin direktoru Samir müəllim və Qırmızı Bağ filmi də çox maraqla qarşılandı. Hətta o qədər maraqla qarşılandı ki, sizə haşiyə çıxıb xırda bir detal deyim. Filmin nümayişindən sonra biz Gülzar xanımla, Gülzar Qurbanova ilə çıxdıq kinoteatrdan kənara və həmin uşaqların bir qismi ilə şəhərdə yenidən qarşılaşdıq. Və onların hamısı filmə baxandan sonra ki, film onlara necə, Gülzar xanımın obrazı necə xoş təəssürat oyadıbsa və onu dövrəyə aldılar və onu qucaqlamağa başladılar və istər-istəməz kənardan keçənlər Gülzar xanımın hansısa bir nüfuzlu bir insan, təbii ki, aktrisa olub-olmadığını hiss elədilər, bilmirəm, amma onun kimsə nüfuzlu bir adam olduğunu hiss elədilər. Təbii ki, bu kinonun gücüdür və kino bu cür təbliğ olunmalıdır, kino bu cür inkişaf elətdirməlidir və bu cür tədbirlər onun üçün çox əhəmiyyətlidir. Digər tərəfdən isə bütün bu tədbirlərdə təşkilatçılardan əlavə ora gələn görkəmli mədəniyyət və incəsənət xadimləri oldu. Türkiyədə yaşayan Azərbaycanlılar daxil olmaqla və Türkiyənin görkəmli aktrisası və bizim kinomuzun təxminəsi Meral Konrad iştirak eləyirdi. Türkiyənin tanınmış rejissorları Nazif Tunç, Dərviş Zaim, İhsan Kabil və başqaları bu tədbirdə iştirak eləyirdilər və təbii ki, biz onlarla başqa festivallarda da, başqa görüşlərdə də olmuşuq və bunun hamısı yekunda ona gətirir, çıxarır ki, Mədəniyyət Nazirliyindən və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi nəzdində fəaliyyət göstərən Kino Baş İdarəsi arasında böyük danışıqlar oldu və inşallah ki, bunların hamısının müsbət nəticəsi olar. Düzdür, Azərbaycan kinosu hal-hazırda elə bir mərhələdədir ki, bizdə artıq istehsalat prosesinə yeni bir təkan verilib, artıq yeni layihələr hazırlanır. Bildiyiniz kimi Azərbaycan Respublikası Kino Agentliyi tərəfindən artıq yeni müsabiqə elan olunubdur. Amma mən əminəm ki, bu danışıqlardan sonra birgə istehsalla bağlı hansısa yeni nailiyyətlər əldə olunacaq. Çünki Türkiyə bizə hər cəhətdən yaxın ölkədir və bizim ortaq dəyərlərimiz var və bu dəyərləri istər tarixi dəyərlər olsun, istər digər mənəvi dəyərlər olsun, bir ortaq nöqtədə birləşdirən audiovizual əsərlərin, xüsusilə filmlərin olmağı çox vacibdir. Rəşad müəllim, maraqlıdır. Nəyə görə məhz bu filmlər, bu üç film seçilmişdi? Nəyə əsasən? Bilirsiniz, bu filmlər yenə də qeyd elədiyim kimi filmlər auditoriyalara uyğun çox doğru hesablanmışdı. Yəni bir sənət filmini mütləq tələbələrə göstərmək ən doğru addımdır. Və bizim rejissorumuz da gənc rejissor idi, Emin Əfəndiyev və
auditoriyada gənc idi və o sırf sənət filmi idi, Tənha İnsanın monoloqu. Və digər filmimiz Cənnət yoxsa tarixi mövzuda idi, tarixi bioqrafik filmdir. Mirbala Səlimlinin Qırmızı Bağ filmi bir dramdır. Yəni mövzu etibarilə fərqli filmlər idi və onlar auditoriyalarda doğru seçildiyi üçün mənə elə gəlir ki, o filmlərin baxışı çox uğurlu alındı və bura gəlməmişdən əvvəl də artıq biz televiziya kanallarında, Türkiyənin televiziya kanallarında sujetlərə baxırdım mən. Yəni həqiqətən də gördüyümüz işlərin yaxşı effekt verdiyini görmək çox xoş oldu. Gözəl. Nümayəndə heyətinə gəlin danışaq. Nümayəndə heyətinə daxil idi Mədəniyyət Nazirliyindən Günay xanım Rəhimova, sektor müdürü və arkadan Turan bəy Kino Agentliyindən və digərləri isə sırf kinematoqrafçılar idi, hansı ki onlar hər biri öz filmini təmsil eləyirdi. Tənha İnsanın monoloqunun rejissoru Emin Əfəndiyev, Cənnət yoxsa filminin rejissoru Elxan Cəfərov və həmin filmdə rol almış, onu səsləndirmiş Elşən Rüstəmov və Qırmızı Bağ filminin baş rol ifaçısı Gülzar xanım Qurbanova idi. Rəşad müəllim, az öncə qeyd elədiniz, Meral Konrad da iştirak edirdi. Yeri gəlmişkən şəkillərinizi də gördüm. Meral Konradla bizim tanışdığımız daha bundan əvvələ gedir. Çünki biz vaxtaşırı Rasim Ocaqovla bağlı yubiley tədbirləri eləyirdik və bundan əvvəl biz həm Türkiyədə, həm Bakıda bu tədbirlərdə qarşılaşmışdıq. Onun üçün də çox xoş oldu. Onun bizim dəvətimizi qəbul edib tədbirdə iştirak eləməyi. Çünki Meral Konrad sanki bizim aktrisadır və onu Türkiyədə olduğu kimi Azərbaycanda da çox sevirlər. Maraqlıdır. Meral'dan başqa, yəni daha xoş, daha isti münasibət bəsləyən hər hansı bir başqa aktyorlar var idi mi? Bəli, çox idi. Onlar hamısı nümayişlərdən sonra bizə yaxınlaşırdılar. Aktyorlar yox, amma rejissorlar çox idi, prodüserlər çox idi. Təbii ki, o prodüserlər bir neçə prodüser yaxınlaşdı, birgə layihələr haqqında müraciətlər elədi. Hətta layihənin bir neçəsi hazır şəkildə verilib Mədəniyyət Nazirliyinə təqdim olundu. Ondan əlavə bizim daha əvvəl bir neçə festivalda birgə olduğumuz kinematoqrafçılar var idi ki, onlarla artıq layihələr barədə danışmışdıq. Həmin layihələr müzakirə olundu. Yəni ümumiyyətlə bu tip tədbirlərin ən böyük üstünlüklərindən biri odur. Çünki əlaqələri qurmaq asandır. Orada yəni ünsiyyət qurursan, ünsiyyət vasitəsi asandır. Amma iş artıq bərpa olunmağı üçün bunlar mütəmadi olmalıdır. Çünki hər dəfə yeni bir ideya ilə qarşılaşırsan, yeni bir təkliflə qarşılaşırsan və onları dəyərləndirmək çox vacibdir. Necə düşünürsünüz? Belə bir formatın davam etdirilməsi gələcəkdə nəzərdə tutulur? Əlbəttə. Yəni qarşılıqlıdır bu tip kino günləri. Türkiyənin Azərbaycanda kino günləri olacaq. Eyni cür Azərbaycanın yenə Türkiyədə kino günləri olacaq və digər ölkələrdə. Bilirsiniz, yeni filmlər istehsal olunduqca artıq onların təqdimatını biz təkcə öz ölkəmizdə eləməməliyik. Əvvəldə qeyd elədiyim kimi, kino çox böyük təbliğat vasitəsidir. Biz kinematoqrafın gücündən istifadə eləyərək öz milli mənəvi dəyərlərimizi, öz tariximizi təkcə özümüz üçün yox, digər xalqların nümayəndələrinə də mütləq təqdim eləməliyik, göstərməliyik. Çünki kino vizual təqdimatdır. Vizual təqdimat çox vacibdir. Çünki o izahlıdır və o göstərir, əyani şəkildə tanış eləyir. Onun üçün də bu tip tədbirlər çox vacibdir. Yəni bunun davamlı olacağı dəqiqdir. Dövlət Film Fondunda nə var, nə yox? Dövlət Film Fondu ilə bağlı artıq biz tez-tez qonaq olmuşuq. Yəni ilin sonuna qədər hər hansı bir tədbirlərin keçirilməsi nəzərdə tutulur? Bilirsiniz ki, mən bunu hər dəfə qeyd eləyirəm. Böyük bir Azərbaycan tarixini, kino nə qədər gənc, yəni yaxşı az, incəsənət növləri arasında ən gənci olsa da, amma onun Azərbaycan xalqının, Azərbaycanda müəyyən bir nəsillərin yetişməsində çox böyük əhəmiyyəti olubdur. Yəni biz Azərbaycan kinosu Azərbaycan tarixini, Azərbaycan mədəniyyətini, Azərbaycanın həyat tərzini
çox gözəl özündə əks elətdirib. Və bir çox nəsillər Azərbaycan kinosundan çox bəhrələniblər. Məsələn, böyük bir Dədə Qorqud dastanını biz oxumamışıq, amma Dədə Qorqud filminə baxmışıq. Biz Nəsimi deyəndə ağlımıza ilk növbədə film gəlir və yaxud da ki biz 2-ci Dünya müharibəsindən sonrakı dövr deyəndə ağlımıza məsələn deyirəm Cəbiş müəllim filmi gəlir və yaxud da ki 2-ci Dünya müharibəsi deyəndə Uzaq sahillərdə filmi gəlir. İlk ağla gələn şeylərdir bunlar. Yəni bu kinonun təsir gücüdür. Öz qəhrəmanını, öz xalqına tanıtmaq üçün çox gözəl bir vasitədir. Və bu gün də biz, məsələn, Qarabağ mövzusunda artıq bilirsiniz, bir neçə böyük layihə çəkilir və bunların hamısı təqdim olunacaq və bunların hamısı təbliğ olunmalıdır, qorunmalıdır və Dövlət Film Fondunun da əsas məqsədi bütün bu filmləri qoruyub saxlamaqla yanaşı təbliğini həyata keçiririk və ən vacibi gələcək nəsillərə ötürülməsini təmin etməkdir. Bilirsiniz ki, biz deməli rəqəmsal formada filmlərin istehsalına artıq yeni başlanılıb. Bu artıq son 10-15 ildə baş verib. Amma bundan əvvəlki mərhələdə bütün filmlər kino lentinə çəkilib. Kino lentinə çəkilən filmləri biz gələcək nəsillərə ötürmək üçün, çünki bunun əsas daşıyıcısı odur. Yəni bunun necə deyim, masteri deyirik biz. Yəni kino lentidir. Kino lenti olduğu üçün də onların qorunub saxlanılması bizim üçün çox vacibdir. Yəni bu gün şükür Dövlət Film Fondunda onun qorunub saxlanılması üçün hər cür şərait var və yeni filmlər də artıq rəqəmsal formada təqdim olunur və onlar da biz xüsusi serverlərdə qoruyub saxlayırıq və eyni zamanda təbliğatla məşğul oluruq, tədbirlər eləyirik. Tədbirlərdən əlavə bizim özümüzün, yəni Azərbaycan Dövlət Film Fondunun arxivini zənginləşdirmək üçün öz mexanizmlərimiz var. Biz kinematografçıların həmişə ailələri ilə, dünyasını dəyişmişlərin ailələri ilə əlaqə saxlayırıq. Özlərindən film fondda tez-tez görüşlər təşkil edirik. Yeni faktlar aşkar eləməyə çalışırıq. Elə filmlər var ki, itir, onları yenidən Dövlət Film Fonduna qaytarmağa çalışırıq. Onları rəqəmsallaşdırırıq, bərpa eləyirik və kinematografiya sənəti elədir ki, təkcə filmdən ibarət deyil təhvil verilən arxiv. Həmin filmin fotoları var, montaj vərəqələri var, afişaları var, çoxdur. Yəni raritet texnikalar var. Bunların hamısını biz demək olar ki, hər gün öz yəni iş prinsiplərimizə uyğun olaraq hər gün yeni nəyisə Azərbaycan kinosu ilə bağlı kəşf eləməyə çalışırıq. Baxmayaraq ki, biz bu sahənin işçiləriyik. Amma bizim özümüz üçün də axtarışdayıq ki, Azərbaycan kinosuna nəsə bir töhfə verə bilək və ən əsas da odur ki, Azərbaycan kinosu ilə bağlı hansısa bir tədqiqat işi aparılanda, hansısa bir elmi əsər yazılanda, hansısa bir veriliş çəkiləndə hər kəs bizə müraciət edir və biz də əlimizdən gələni eləyirik ki, onlara kömək eləyək. Bunlar hamısı kino üçün dəstəkdir. Çünki bilirsiniz, artıq müasir dövrdə rəqəmsal texnologiyaların inkişafı, artıq yeni platformaların yaranması, bunların hamısı kinonu daha da rəqabətə davamlı eləmək üçün bizə sanki bir təkan verir. Çünki biz bunu eləməliyik, kinonu yaşatmalıyıq. Artıq dövr elə olub ki, biz mobil telefonlar, istifadə elədiyimiz sosial şəbəkələr biz elə eləyib ki, artıq biz hər şeyi qısa formada, informasiyanı qısa formada almağa çalışırıq. Yəni hansısa bir uzun metrajlı nəyəsə baxa bilmirik. Bu özümüzdən asılı olan bir şey deyil. İnformasiyanı qısa almağa çalışırıq. Bütün dünyada hal-hazırda kinoteatrlara gedən tamaşaçı sayında böyük düşüş var. Yəni bunun səbəblərindən biri budur. Ona görə də biz kino sənətini həmişə təbliğ eləməliyik, inkişaf elətdirməliyik. Gənc nəslin artıq təəssüf ki, qəhrəmanları başqalaşır. Biz buna imkan verməməliyik. Çünki biz əxlaqi, milli, mənəvi dəyərlər üzərində dayanan bir xalqıq. Yəni biz özümüzü götürürəm. Mütləq biz böyük auditoriyalarda öz filmlərimizi necə ki Türkiyədə elədik, özümüzdə də, başqa ölkələrdə də mütləq təqdim eləməliyik. Çünki kino çox böyük təbliğat vasitəsidir. Nə gözəl dediniz. Amma əslində az öncə toxundunuz həmən o məqama. Mən istəyərdim soruşum, son dövrdə hər hansı bir şəxsi kolleksiyalar yaxud filmlər Dövlət Film Fonduna təhvil verilirmi? Bəli. Deməli bir neçə gün bundan əvvəl bizim çox görkəmli animasiya rejissoru olub Ağanağa Axundov, onun oğlu
oğlunla əlaqə qurduq və onun şəxsi arxivini Dövlət Film Fonduna təhvil verdi və hal-hazırda Dövlət Film Fondunda o arxivin sistemləşməsi üzərində iş gedir. Və o arxivi biz qəbul eləyərkən çox maraqlı faktlarla rastlaşdıq, hansı ki, onlar Azərbaycanın animasiya kinosunun tarixinin öyrənilməsi üçün olduqca əhəmiyyətlidir. Təsəvvür eləyin, bu yaxınlarda biz Bakı metropolitenində bir tədbirimiz var idi. Oktay Mirqasımovun Qisas olmadan ölmə filminin orada nümayişini təşkil eləmişdik. Və bir nəfər yaxınlaşdı, dedi ki, mən Bakı metropoliteninin işçisiyəm, mənim babam kinostudiyada işləyib və tez soruşdum kimdir? Dedi Zubutski. Və təbii ki, biz Zubutskinin kim olduğunu bilirdik, amma onun bizdə heç nəyi yox idi. Və oğlu sonradan Zubutskinin demək olar ki, evdə nə arxivi var idi, onları bizə təhvil verdi və o Zubutskinin nəvəsi olduğu üçün babası haqqında da o qədər böyük informasiyaya malik deyil idi. Onun kinematografiyada fəaliyyəti ilə bağlı. Və biz onun çəkdiyi bütün xronikaları ona göstərdik. O vaxtilə xronikada işləyib, çoxlu xronikalar, sənədli filmlər çəkibdi və bizim üçün çox xoş oldu. Çünki Azərbaycan sənədli kinosu istər Sovetlər dönəmində, istər indiki dönəmdə həqiqətən də Azərbaycan üçün çox böyük işlər görübdür. Çünki çəkilən bütün sənədli filmlərdə Azərbaycanın mədəniyyətinin tarixi öz əksini tapıbdır. Yəni mədəniyyətin tarixinin əksini tapmağı filmlərdə çox vacib bir şeydir. Yəni bugünkü gündə mədəniyyət tarixinin sənədli filmlərdə öz əksini tapması üçün Mədəniyyət Nazirliyi bu tip layihələrə önəm verir və bu çox sevindiricidir. Bu yaxınlarda hər hansı bir tədbir gözlənilirmi? Bəli, bu yaxınlarda biz bir neçə yubiley tədbiri, həmçinin kino günü ilə bağlı böyük tədbirlər planı hazırlamışıq. Onların hamısını yaxın günlərdə elan olunacaq və indi ən yaxın müddətdə isə biz Maqsud İbrahimbəyovun 90 illik yubileyi ilə bağlı onun filmlərinin retrospektiv baxışı təşkil olunacaq və ondan sonra isə 1 iyun Uşaqların Müdafiə Günü ərəfəsində isə biz onlar üçün xüsusi Dövlət Film Fonduna ekskursiya və film nümayişləri təşkil edəcəyik. Rəşad müəllim, çox təşəkkür edirəm studiyamıza gəldiyiniz üçün. Mən sizə təşəkkür edirəm, çox sağ olun. İşlərinizdə uğurlar diləyirəm, minnətdaram. Çox sağ olun. Cinema Radio, Cinema Radio, Cinema Radio.